Aprelin 27-sində Şuşa şəhərində Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı 2026 tədbirinin açılış mərasimi keçirilir. Tədbir çərçivəsində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub, solistlərin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edirlər. Növbəti günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclası, Qastronomiya günü, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm nazirlərinin 7-ci görüşünün keçirilməsi nəzərdə tutulur. Şuşa şəhəri, Qarabağımız, dünya turizm xəritəsinə yeni bir destinasiya olaraq qapılarını açır. Bizim isə səyahətçilərə, turistlərə tövsiyə etdiyimiz, mesaj etdiyimiz fikir odur ki, Şuşanı yalnız eşitmək, görmək kifayət deyil, Şuşanı yaşamaq lazımdır. Qeyd edək ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilib. Şəhərin turizm paytaxtı seçilməsi regionda turizmin təşviqi istiqamətində atılan strateji addımlardan biridir. Bu status çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatı, Azərbaycan hökuməti və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edərək Şuşanın təbiətini, mədəniyyətini və tarixi irsini dünyaya nümayiş etdirmək üçün silsilə tədbirlər həyata keçirəcək. Tədbirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq təşkil olunur.